İndi sistemin qüvvədə qazancını tapanda nə edə bilərik uşaqlar? Eyni ipdə eyni gərilmə qüvvəsi yaranır. Fikir verin, bax bu bütöv bir ipdir. İndi mən buranı F ilə artıramsa, onda burada yaranan gərilmə qüvvəsi F-dir. Burada da yaranan gərilmə qüvvəsi nə olacaq? F olacaqdır. Bəs bura neçə F ilə yuxarıda artırılır uşaqlar? 2F ilə. Bu cismi aşağı doğru dartan hansı qüvvədir? mg sinüs alfadır. Hər zaman mal müstəvi üzərində mg sinüs alfa aşağı doğru dartır cismi. Onda uşaqlar yuxarı təsir edən 2F, aşağı təsir edən də mg sinüs alfadır və bərabər sürətli qaldırılır. Yuxarı təsir edən qüvvələr aşağı təsir edən qüvvəyə bərabər olmalıdır. Yazıram 2F bərabərdir mg sinus nəyə? Alfaya. Buradan F bərabərdir uşaqlar mg. Sinus alfa nəyə bərabərdir bəs uşaqlar? Sinus alfa, bax bucaq buradır. Qarşı katet, yəni 3 bölünsün neçədir uşaqlar? 15'dir betonuz. Yəni 5'də 1 olur uşaqlar bu da. Vurulsun 5'də 1, bölünsün uşaqlar nə? 2. Buradan da alırıq ki uşaqlar, yəni bunu başqa rənglə yazarım görünsün. mg bölünsün, bu 5'də 1 idi uşaqlar. 5 düşdü aşağı, olacaq nə? Bu da 2'dir, bu da 5'dir. Belədir uşaqlar. 2 vurulsun 5. Oldu nə uşaqlar? mg bölək 10. Neçə dəfə qazanc verdi? 10 dəfə. Bunu belə də tapa bilərdiniz. Bax, bu mexanizm qüvvədə 2 dəfə qazanc verir. Polis pastımız 2 dəfə qazanc verdi. Mal müstəvinin də qüvvədə qazancı, belə deyək, hipotenuz bölünsün hündürlüyüdür. Mal müstəvi də qüvvədə qazanc verir 5 dəfə. İkisi bir yerdə sistem nə qədər qazanc verəcək uşaqlar? 2 vuraq 5. 10 dəfə qazanc verir. Bax, bu şəkildə də eləyə bilərik.